Bugünkü dərsdə biz fayl sistemləri və kompüterin idarəetmə panelinə baxacağıq. Yəni ki, kompüter idarəetmə panelində bizdə nələr yerləşir. Fayl sistemlərinə keçməzdən qabaq, əvvəlki dərslərə qısa bir nəzər ataq. Biz sizdən sektor, klaster və cığır anlayışlarını bilirdik. Sektor deməli bizdə nə idi? Sektor sərt diskdə informasiyanı saxlamaq üçün ən kiçik vahid idi. Yəni ki, bizdə diskin oxuyucu başlığı və yaxud da bunu fayl sistemləri, əməliyyat sistemi deyək daha doğrusu. Əməliyyat sistemi bizdə faylları bit yox, bit və yaxud baytlardan yox, sektorlardan oxuyur. Bu da oxumaya sərf olunan vaxtı azaldır. Sektorlar diskin formatlanması zamanı yaradılır və adətən ölçüsü 512 bayt olur. Yəni ki, formatlama zamanı yaradılarkən bu fərqli ölçü təyin oluna bilər, amma adətən standart olaraq 512 baytdır. Lakin sektorda kiçik ölçü vahidi olduğuna görə bizdə istifadə olunur sektorlar qrupundan, yəni ki, klasterlərdən. Bir klasterdə 8 sektor yerləşir və 8 sektor bizdə eləyir 4 kilobayt. Bu deməkdir ki, bir klasterin ölçüsü 4 kilobaytdır. Və fayllar bizdə klasterlərdə yerləşir və bir klasterdə ancaq və ancaq bir faylın hissələri ola bilər. Yəni, bir fayla aid informasiya ola bilər. Bu o deməkdir ki, bizdə misal üçün 9 kilobaytlıq faylımız varsa, bu yaddaşda tutacaq 3 klaster. Yəni ki, 2 klaster bizdə tamda olacaq, 8 kilobayt edir. Bir klasterdə də bizdə 1 kilobayt informasiya yerləşir. Lakin bu da dolu olaraq qeydə alınır. Çünki dediyim kimi, bir klasterdə ancaq bir faylın hissəsi yerləşə bilər. Ona görə də həmin bu faylımız, 9 kilobayt həzmə malik faylımız yaddaşda tutacaq 12 kilobayt yer. Yəni ki, 9 kilobayt faylımız kompüter yaddaşa yazılanda 12 kilobayt yer tutur. Və yaxud da başqa bir misalda deyim, tutaq ki, bizdə 36 kilobaytlıq faylımız var. Bu bizdə yaddaşda tutacaq 9 klaster. O da bizdə eləyəcək 36 kilobayt. Fikir verdinizsə, birincidə bizdə ölçü fərqlidir. Yəni, faylın həcmindən, faylın yaddaşda tutduğu yer fərqlidir. Amma ikinci nümunədə bizdə eynidir. Çünki 36 kilobayt, belə deyək, 9 klasterə tam yerləşir. Bir də belə bir söz deyim, fayl hissələri, faylın hissələrini deyək də, klasterlərə yazılarkən fayldan əlavə klasterdə bir də olub növbəti klasterin ünvanı. Yəni, faylı biz bir klasterə yazdıq, həmin məlumatdan əlavə ikinci klasterin ünvanı olur. İkinci klasterdə üçüncü klasterin, üçüncü klasterdə dördüncü klasterin sərt diskdəki ünvanı olur və s. Və bizdə əgər kifayət qədər boş yer varsa sərt diskdə, bu zaman faylları biz yazarkən klasterlər ardıcıl düzülür. Yox, əgər boş yer yoxdursa, bizdə harada boş klaster tapılsa, oraya yazılır informasiya. Və bu da oxuma sürətini azaldır. Buna deyirlər defragmentasiya, yəni faylın fragmentlərə ayrılması. Bunu da belə deyək, önləmək üçün, daha doğrusu bunu aradan qaldırmaq üçün biz istifadə edirik disk defragmenter utilitindən. Yəni ki, disk defragmenter adında utilit var. Bizdə sərt diskdəki fragmentasiya prosesini aradan qaldırır. Yəni, bir fayla aid olan klasterləri ardıcıl yerləşdirir. Bizdə bir dənə yaddaş qurğusu var. Yaddaş qurğusunun həcmi 1 megabaytdır. Yaddaş qurğusunun həcmi 1 megabaytdır. Klasterlərin həcmi 4 kilobaytdır. Və bizdə çoxlu sayda mətn faylları var. Hər biri 1 kilobaytdır. İndi bizə lazımdır ki, tapaq görək, bu 1 megabaytlıq həcmə biz neçə dənə mətn faylı yaza bilərik? 4 Nəyə görə? 1 megabayt, o 1 kilobaytlıq faylın hər biri 4 kilobayt. Ay sağ ol. 1 kilobaytlıq faylın hər biri bir klasterə yerləşəcək. Ona görə də olacaq hər birinin yaddaşda tutduğu yer 1 kilobayt faylın həcmidir. Yaddaşda tutduğu yer olacaq bizdə neçə? 4 kilobayt. 1 megabaytında 1024 kilobayt olduğuna görə biz sadəcə 1024'ü 4'ə böləcəyik. Aydındır? Aydındır. Yəni ki, o da olacaq bizdə 256 ədəd. Nəyə görə
4 kilobayt olan klasterə bir fail yazmadıq. Çünki bir fail yazdıq, daha doğrusu 4 fail yazmadıq. Çünki bayaqlarda dedim ki, bir klasterdə ancaq və ancaq bir failin hissələri yerləşə bilər. Aydındır? Bir failə aid informasiya yerləşə bilər. Buna bağlı sual var. Keçdik biz dərsin ikinci hissəsinə. Deməli, biz disk defragmentordan danışdıq. Bu dedik nədir? Sistem utilitində, düzdür? Xidməti proqramdır. Bizdə xidməti proqramlar çoxdur. Bizdə olan xidməti proqramların hamısı işimizi rahatlaşdırmaq üçün cəmlənib bir yerdə. Harada? Kontrol paneldə. Kontrol paneli açırıq. Standart olaraq bizdə kateqori rejimində açırıq. Və burada uyğun utilitlər, bir-birinə oxşar utilitlər müəyyən qruplarda birləşibdir. Biz baxsaq burada 8 qrup görə bilərik. Hamısını indi bir-bir izah edəcək. Dediyim ki, başqa görünüş rejimində var. Large icons. Burada da bir neçə hissəyə, bir neçə elementə dəyəcək, toxunacaq. Baxaq, birinci gəlir bizə System and Security. Kompüterin güvənlik və sistemlə bağlı olan ayarlarını, tənzimləmələrini biz buradan edirik. Baxsaq, biz burada nə görə bilərik? Burada gördüklərimizdən biri, məsəl üçün, Windows Firewall-dur. Firewall bizdə internetə qoşulmanın güvənliyini təmin edir. Yəni, biz Firewall vasitəsilə hər hansı bir proqramın və yaxud da hər hansı bir belə deyək, saytın açılıb-açılmamağını təmin edə bilərik, təyin edə bilərik. Həmçinin biz dediyim kimi təhlükəsiz qoşulma ilə təmin edir. Sonra bizə lazım olanlardan biri Power Options'dır. Yəni ki, enerjiyə qənaət buradan ayarlanır, buradan tənzimlənir. Açırıq. Bizdə Change Plan Settings var. Yəni, biz həmin bu ayarları dəyişdirmək. Bu nədir? Bura girsək, qarşımıza belə bir görüntü çıxır. Kompüter öz bateriyasından işləyən zaman nə qədər vaxtdan sonra ekranı sönsün, nə qədər vaxtdan sonra yuxu rejiminə keçsin. Eyni kompüter enerji mənbəyinə, yəni ki, elektrik mənbəyinə qoşulu olduğu zaman nə vaxt ekranı keçsin, nə vaxt kompüter yuxu rejiminə keçsin. Baxsaq görək ki, bizdə mənim bu kompüterimdə olan ayarlarda kompüter əgər elektrik enerjisinə qoşulu deyilsə, yəni öz akkumulyatorundan, bateriyasından qidalanırsa, biz kompüterə toxunmuruq. Yəni, kompüter işlədilmirsə də, sakit durursa deyək, 5 dəqiqədən sonra bizdə ekrana keçəcək, 15 dəqiqədən sonra bizdə kompüter yuxu rejiminə keçəcək. Aydındır? Bəs elektrik mənbəyinə, yəni elektrikə qoşulubsa, heç vaxt. Açıq istədiyimiz kimi dəyişə bilərik. Burada baxsaq, 1 dəqiqədən 5 saata qədər müddət var, müxtəlif müddətlər var. Bir də heç vaxt var ki, hansı istəsək seçə bilərik. Həmçinin buradan biz belə bir şey eləyə bilərik ki, kompüterin güc düyməsi, power düyməsi sıxılan zaman bizdə nə ola bilər? Məsələn, məndə hazırdakı ayarlarda kompüterin güc düyməsini sıxan zaman kompüter keçməyəcək. Yuxu rejiminə keçir. Baxsaq bizdə var ki, heç bir şey eləmə, yuxu rejimi, qış yuxusu rejimi, kompüteri söndür ya da ki, sadəcə ekranı söndür. Hansı istəsək qoyuruq və kompüter düyməsi sıxılan zaman sadəcə həmin rejimə keçir. Qaydırıq kontrol panelə. Sonra gəlir bizdə Network and Internet. Biz buradan kompüterin şəbəkəyə qoşulma ayarlarını, o cümlədə internetə qoşulma ayarlarını eləyə bilərik. Internet Options'dan biz girib yenə də uyğun bölmələri seçib dəyişikliklər apara bilərik və yaxud da digər bölmələrdən, hansı ki, dedim ki, bunları hamısını deyib vaxtınızı çoxalmaq istəmirəm, çünki suallarda bunlar düşmür. Düzdür, kitabda bir hissəsi yazılır, amma suallarda görməmişəm. Kontrol panelə qaydırıq. Gəlir bizdə Hardware and Sound. Buradan biz, bu ayarlardan biz kompüterə qoşulu olan bütün qurğuların tənzimləmələrini apara bilərik. Yəni ki, kompüterə printer qoşursan, klaviatura, silsan, səs avadanlığı, monitor və s. hamısının ayarlarını, tənzimləmələrini buradan yerinə yetirmək olar. Məsəl üçün, Device and Printers'dan biz
kompüterə qoşulu olan printerləri görə bilərik və yaxud da digər qrupları, məsələn, klaviatura, monitor görürsünüz, hamısı siyahısı gəlir. Hansını istəyirsə işlədə bilərik. Sonra bizdə sound var, hansı ki, qabaqda baxacaq. Elə bu açmışkən buradan deyək. Bizdə məsələn soundu açdıq. Bizdə gəlir ki, kompüterin səsi hansı hissədən çıxsın, hansı belə deyək, qurğudan çıxsın. Bizdə hazırda iki imkan var. Bir, kompüterin özünün səs ucaldanları, hansı ki, məndə notebook'a qoşulu olan səs ucaldanlar. Bir də ikinci olaraq monitoru görürük. Arkadakı monitorun səs ucaldanlarından istifadə. Məsəl üçün, sən istəyirsən ki, tutaq ki, monitordan çıxsın da kompüterin səsi. O zaman bunu seçirsən. Yox, əgər monitor qoşulu olduğu halda belə istəyirsən ki, tutaq ki, qulaqlığın varsa, qulaqçığın varsa, qulaqçıqdan çıxsın, ya kompüterin özünün səs ucaldanlarından çıxsın, set as default verirsən, gördün, artıq birinciyə keçdi. Hə, bunu deyirsən. Bunu deyirsən. Düzdürmü? Gördünüz, orada çıxdı. Amma məsəl üçün, burada vursaq, görürsünüz, nə dərəcədə işlədir, kompüterdə çıxır. Yəni ki, bu nə zaman işinizə yaraya bilər? Tutaq ki, kompüterə səs ucaldan qoşubsuz. Səs ucaldan qoşulu əksər hallarda avtomatik işə düşür. Ola bilsin ki, baxdınız ki, səs ucaldan olduğuna baxmayaraq kompüterin səsi özündən çıxır. Və ümumiyyətlə kompüterin səsi çıxır, girib buradan dəyişirik. Yeri gəlmişəm, Power Options burada da var. Sonra gəldik Programs. Burada kompüterə quraşdırılmış olan bütün proqramların siyahısını görə bilərik və biz istədiyimiz proqramı buradan silə bilərik. Məsəl üçün, hər hansı bir proqram götürdük, quraşdırılıb. Uninstall vursaq, bizdə belə bir xəbərdarlıq çıxır ki, siləhimi, mən indi onu seçirim. Yes-i seçsək, bizdə proqram silinmiş olur. Həmçinin biz standart proqramları da təyin edə bilərik. Ki, məsəl üçün, nə hansısa, tutaq ki, videonu nə açsın, media player'dir. Standart web browser, məsəl üçün, bizdə Microsoft Edge'ni mən Google Chrome olaraq dəyişirəm. Dəyişdiyi artıq bizdə internet sənədlərinin linkləri falan avtomatik olaraq Google Chrome'da çıxacaq. Yəni, standart proqramları dəyişsən. Ama orada 82'den açıyor. Base'den açıyor sonra. Standart qoyulanda Chrome'dan açır. Mesela. Edge mi? Deyək, Microsoft Edge nə üçün lazımdır? Google Chrome yükləmək üçün. Nəysə. Sonra gəlir bizdə user account. Bizdə maraqlı olanlardan biri budur. Yəni, üstündə dayanacaqlarımızdan biri budur. İstifadəçi hesabları. Nədir bu? Kompüterdən əgər məsəl üçün bir neçə nəfər istifadə edirsə, daha yaxşı olar ki, yəni öz şəxsi kompüteriniz deyilsə də, iş kompüteridirsə və yaxud da bir neçə nəfərə aid kompüteridirsə, daha yaxşı olar ki, bir neçə istifadəçi hesabı yaradılsın. Və hər istifadəçi hesabında özünə görə ayarları, özünə görə failləri olur. İstifadəçi hesablarının 3 növü var. Birinci inzibatçıdır, yəni admin. Admin hesabı, inzibatçı hesabı kompüterin tam hüquqlu sahibidir. Kompüterdə istənilən sistem dəyişiklikləri eləyə bilər, istənilən proqram yaza bilər, istənilən proqramı silə bilər, sistem ayarlarını tənzimləyə bilər. Sonra gəlir bizdə adi istifadəçi. Adi istifadəçi, o da kompüterdən istədiyi kimi istifadə eləyə bilir, amma sistem ayarlarını tənzimləmələrini eləyə bilmir. Yəni ki, proqram yaza bilmir, proqram silə bilmir, başqa istifadəçi əlavə eləyə bilmir, başqa istifadəçi silə bilmir. Aydındır? Bir də bizdə bax, qonaq rejimi var. Qonaq rejimi kimlər üçündür? Məsəl üçün, hər hansı özün hesabı var. Sadəcə bir tanış dedi ki, kompüterdən bir qədər istifadə edin. Misal üçün bir situasiya deyirəm də. Sən ona öz hesabını açıq verməkdənsə, ki, hansı ki, ona sadəcə, misal üçün, internetə girməyə lazımdır. Qonaq hesabı açıq verirsən, qonaq hesabında artıq sadəcə proqramlardan istifadə olunur. Aydındır? Biz yenisini nətər yaradırıq? Buradan biz hazır hesabların ayarlarını eləyə bilərik. Kitabda yazılan bir qədər fərqlidir. Windows 7 əməliyyat sisteminə uyğundur. Orada yeni istifadəçi yaratmaq da buradadır. Amma bizdə yeni istifadəçi yaratmaq Start menudan Settings, yəni tənzimləmələr bölməsinə keçirik. Əsas səhifəsinə qayıdaq. Accounts var. Accountsdan biz ailə və digər istifadəçilər bölməsindən kompüterə yeni birini əlavə etmək əmrini seçirik və hazırda bizə internet lazım olacaq.
internetsiz də işləmək olur əslində, sadəcə giriş üçün. Deyək ki, Microsoft akkauntunu yarat. Microsoft akkauntu bizdə olmadan, internetə qoşulu olmadığına görə də ümumiyyətlə o hissəyə girmədi. İstifadəçi adını yazsan, kodunu daxil etsən yaradır. Bizdə belə bir şey var. İstifadəçi hesabları bizə nə imkan verir? Ailə kontrolu, yəni belə deyək, biz bir hesab yaradırıq və həmin hesaba ailə kontrolu, ailə yox da valideyn kontrolu əlavə edirik və bunun köməyi ilə biz həmin hesabın nə vaxt aktiv olması, tutaq ki, saat qoyuruq ki, axşam saat 6-dan 8-ə qədər. Həmin saatlardan başqa həmin hesabın yiyəsi, sahibi, məsələn, tutaq ki, uşaq kompüterə girə bilməyəcək. Açsa belə hesab aktiv olmayacaq. Və yaxud da oyunlara görə yaş həddi qoyuruq, reytinqə görə ki, məsəl üçün 16 yaşdan yuxarı olmaz və yaxud da 13 yaşdan yuxarı olmaz və yaxud da hər hansı başqa bir kontentlərə biz yaş həddi qoya bilirik. Ailə güvənliyi bu işə yarayır. Yəni, niyə çıxdım buradan? Sonra bizdə gəlir kompüterin, belə deyək, fərdləşdirilməsi. Buradan biz kompüterin müxtəlif tənzimləmələrini apara bilərik. Məsəl üçün, ekran şəklini dəyişmək olar, şriftləri dəyişmək olar, fayl bələdçisinin tənzimləmələri və s. Sonra gəlir bizdə saat və region. Biz buradan nəyi dəyişə bilərik? Əslində, əvvəlki versiyalarda dil də buradadır. Biz buradan zamanı və tarixi dəyişə bilərik. Məsəl üçün, saatı buradan, tarixi buradan dəyişə bilirik və saat qurşağını dəyişə bilərik. Məsəl üçün, hansısa bir ölkəyə gediriksə, əgər bizdə avtomatik saat qurşağı təyin olunmuyuqsa, dəyişə bilərik buradan ki, saatda geri qalmayaq və yaxud irəli getməyək. Və həmçinin regionu dəyişə bilərik. Region dəyişmək bizə nəyə lazımdır? Hər ölkənin özünə uyğun olaraq, belə deyək, vaxt standartları, uzunluq vahidləri, məsəl üçün, Azərbaycanla götürək İngiltərəni. Biz deyirik ki, 21-i 11-ci ay 25-ci, düzdürmü? Onlar deyirlər 11-ci ayın 21-i 25-ci, misal üçün. Və yaxud da ölçü vahidləri kimi biz santimetrdən götürürük, metrdən götürürük, onlarda düyümlər, inçlərdir. Və yaxud da saat olaraq biz deyirik ki, tutaq ki 17-27, hazır ki saatı deyirəm, 17-27, onlar deyirlər ki 5-27, onlarda AM, PM söhbəti var da. Yəni, belə çaşqınlıqlar yaranmaması üçün, kompüterə öz istifadəmizə uyğun olması üçün biz region olaraq yaşadığımız ölkəni seçirik. Bir də bizdə var Ease of Access-dir. Ease of Access bizdə nədir? Ease of Access-dən biz istifadə edək nə zaman? Kompüterdən fiziki imkanları məhdud olan şəxs istifadə eləyərsə. Görmə məhdudiyyəti, eşitmə məhdudiyyəti, hərəkət məhdudiyyəti və s. uyğun ayarlardan biz onu tənzimləyə bilirik. Bir də nitqin tanınması var. Nitqin tanınmasında da biz kompüteri səslə idarəyə uyğunlaşdırırıq, amma bu uzun sürən bir prosesdir. Harca kompüterdən 9-12 saat arası danışmaq lazımdır. Bir yerdə yox əlbəttə ki, müxtəlif vaxtlarda ki, kompüter bizim nitqimizə, bizim səsimizə öyrəşsin. Bir də kateqori rejimindən biz keçirik large iconsa. Buradan bir neçə ayara baxacaq. Məsələn, sıçan ayarı. Bu da eyni bayaqkilardır. Sadəcə artıq qruplaşma yoxdur. Bir rejimdə small iconsdır. Bundan sadəcə ölçüsünə görə fərqlənir. Large iconsdan biz sıçan ayarına keçək. Buradan sıçanın biz sürətini təyin edə bilərik. Məsəl üçün, buradan bayaqları Nurlanın dediyi kimi. Məsələn, sıçan məndə hazırda bax, hərəkət elətdirirəm. Gətdim alçağa qoydum, fikir verin, hərəkətə baxın. Lap aşağı sürətə qoyanda daha aşağı sürətdən hərəkət edir. Yəni, sıçanın göstərici. Həmçinin sıçanlarda belə bir düymə olur. DPI kontrol düyməsi. Bunu sıxaraq da həmin bu göstəricini dəyişmək olur. Dots per inch. Yox, mouse üçün deyərəm onu. Bir də bizdə display pointer, yəni belə deyək, sıçanın izlənməsi var. Vururuq, fikir verin, sıçanı mən hərəkət edəndə sıçanın arxasınca iz qalır. Ki, sıçanın hara getdiyini göstərmək üçün istifadə etmək olar. Bir də sıçanın yerini təyin etmək üçün var ki, düymə. Kontrol düyməsini sıxanda, bizdə məsələn sıçanın harada olduğunu göstərmək üçün kontrol düyməsini sıxanda belə deyək, halqa dairə yaranır, göstərir yerini.
Okey. Sıranın həmçinin göstəricisi də dəyişmək olur. Yer gəlmişkən pointersdən biz müxtəlif variantlar var. Nasıl istəsək seçib, məsələn, apply vursaq, sıranın gördüyünüz ölçüsü bir qədər dəyişdi. Olsun. Apply vurduq, qara rəngi oldu. Hə, bir vaxtlar biz universitet oxuyanda həvəsli vaxtlarımızda banan, portağal falan fələsbəkən belə cürbəcür bəzəklər var, internetdən yükləmək də olur. Yükləyib qoyurduq. Göstərici bu standart öyrəşdiyimiz oxun əvəzinə banan dururdu, misal üçün. Okey, baxaq görək bizdə ayrı nə qaldı. Kateqori rejimindən genel icra keçirik. Qalan bir şey yoxdur, lazım olanların hamısını deyil. Deməli, bizdə bir də kompüteri kənardan idarə etmək üçün proqramları var. Mən hazırda sizə göstərdiyim TeamViewer proqramının pəncərəsidir. Burada bizdə baxsaq kod verilibdir, ID verilib daha doğrusu. ID-ni əgər başqa bir şəxslə paylaşarsınızsa, bu verilən ID-ni paylaşarsınızsa və həmçinin altdakı şifrəni, həmin adam sizin kompüteri kənardan idarə edə bilər. Nə zaman işə yarayır? Misal üçün, bir tanışım var, deyək ki, Fərid, mənim kompüterimdə problem var və problemi sənə izah etməkdə və yaxud da sənin izahını başa düşməkdə çətinlik çəkir. O zaman ikiniz də proqramı açırsınız və kodunu sənə deyir, uyğun olan hissəyə, aşağı hissəyə kodu yazırsan, dostunun, tanışının kodunu yazırsan və hesab edək ki, sənin kompüterə qoşulu olan sıçranın, klaviatura, monitorun artıq həmin adamın kompüterə qoşulmuş olur. Yəni ki, sən onun kompüterini tam olaraq öz kompüterində görə bilirsən və istədiyin ayarları eləyə bilirsən. Aydındır?